Salam dostlar, hər vaxtınız xeyir olsun. Belə bir misal var, belə bir deyim var. Qulaq gündə bir söz eşitməsə, kar olar. Ona görə qulağınızı təmiz saxlayın ki, kar olmasın. Gündə bir söz eşitmək lazımdır. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti bir məlumat yaydı ki, güya Fərid Salmanov adında bir nəfər şəxs ölkə rəhbərinin ailəsini şantaj elədiyinə görə onu gətiriblər indi burada Mirşahin dindirir. Görə nə məsələdir? Axırda açıb danışacaq da, yarın da Mirşahin bir ortaq qərara gələcəkdir ki, görək nəyə görə gətiriblər. Onu şantaj eləyib pul aldığına görə doğrudan da əlində onun prezidentin ailəsinin qeyri-etik şəkillərini paylaşıbdır, nə bilim, nə eləyib, nətər eləyib. Bunları sonra Dövlət Təhlükəsizlik Xidməti bizə bəyan eləyəcək. Yəqin ki, prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti 3-4 qurum bir yerdə birləşəcək və deyəcəklər, artıq bir nəticəyə gələcək və yaxud da Mirşahinin nəticəsi onlar üçün əsasdır ki, Mirşahin görək nə deyəcəkdir. Çox ayıbdır. Allaha and olsun, bu cür prezidenti belə bir vəziyyətə, gülməli vəziyyətə salan elə bizim məmurlardır. Adam yanır, adam alışır. Bilirsinizmi, xaricdə oturanlar nə eləyir, nətər eləyir, nə eləyəcəkdir, bu bizə o qədər də maraqlı deyil. Çox maraqlı deyil. Amma burada oturanlar, məmurlar, millət vəkillərinin susqunluğu, onların susqunluğu bizim üçün deməli çox böyük faciədir. Çox böyük faciədir. Necə olar sən ziyalın olan bir ölkədə? Artıq ziyalı yoxdur. Sən gör, televiziyaları nə gündə idi? Bəs indi siz təsəvvür edin. Televiziyada Zaur Baxşəliyev qazandı. Onun arvadı qazandı. Ondan sonra Zaur Nəboğlu qazandı. O biri Zaur qazandı. Bu düşüb ortalığa biri var, bir sarıbaş. Neydi onun adı? Bilmirəm. O da onlar kimi. O da qazandı. Hamısı qazandı da, qardaş. Ortada itirən kimdir? Dövlətin nüfuzunu yaralayan kimdir? Dövlətlə, prezidentlə, xalq arasında çatı yaradan kimlər oldu? Həmin insanlar oldu da. Xoşqədəmlər oldu da. Bunlar oldu da. Ağızlarına gələni dedilər, gəldilər, xalqı, vətəni ağlatdılar. Pis günə saldılar, indi getdilər. İndi hara gedirlər, yaxşı? Tutun, soxun da bunları. Tutun, soxun da, bu qədər pul qazanıldı. Bu qədər dövlətdən pul yedilər. Çıxartdılar bir yetimin birini ağlatdılar orada. Buna pul yığın, 1 milyon pul yığıldı, 3 milyon pul yığıldı, birinin ürəyinə görə 5 milyon pul yığıldı. Hanı bunlar? Heç bunlar haqqında deyən yoxdur. İndi düşüblər prezidentin ailəsini şantaj edən bir nəfər Fərid Salmanov. Buradakılar məmurların əksəriyyəti prezidentin ailəsini şantaj edir. Və bu haqqında məlumat vermişik Dövlət Təhlükəsizlik Xidməti. Banklarından tutmuş, oradakı əməkdaşlardan tutmuş, Ədliyyə Nazirindən tutmuş, Səhiyyə Nazirindən tutmuş, bütün məmurlar Mehriban Əliyeva haqqında olmazın əxlaqsız fikirlərini söyləyir. Heç birini tutmuşsunuz. İndi Fərid Salmanovu tutmuşsunuz, nə var? İndi bunu nəyə görə? Bu şəkilləri yaydığına görə mi tutursunuz, yoxsa bu şantaj elədiyinə görə mi tutursunuz? Görəsəm, bizim çox hörmətli jurnalist hansı fikirdədir? Əsas bizə jurnalistin fikridir. Xalqın fikri yox. Bu nə deməkdir? Bu nə anlaşma? Bu nə, bilmirəm, deməyə dilim də gəl. Bu nə deməkdir? Ölkə rəhbərinə bu cür hörmətsizlik eləmək olmaz. Biz ölkə rəhbərinə qarşı həmişə ədalətli, sədaqətli, ləyaqətli, namuslu, qeyrətli olmalıyıq. Mən inandırıram sizə. O bəzilərinin ulu öndəri kimi qeyd etdiyi Məmməd Əmin Rəsulzadədən 10 qat, bəlkə də 100 qat şərəfli, ləyaqətli, namuslu İlham Əliyevdir. Bunu bilin. Məmməd Əmin Rəsulzadə 1917-ci ildən 55-ci ilə qədər nə qədər insan qırıldı, nə qədər torpaqlarımız itdi. Heç bunu deyən yoxdur. Bunu deyən yoxdur. Amma İlham Əliyevin dövründə, İlham Əliyev bütün canı ilə, qanı ilə müharibə, 44 günlük müharibədə gör torpaqlarımızı aldı. Bugün baxın, görün ölkənin başına nələr gəlir. Niyə biz bugünə salırıq İlham Əliyevi?
Niye? İlham Əliyev, Mehriban Əliyeva Azərbaycanın şərəfidir, ləyaqətidir, namusudur, qeyrətidir, vicdanıdır deyəndə onu tutub aparıb soxursunuz içəri ki, sən nə danışırsan? Amma İlham Əliyevə şərəfsiz, ləyaqətsiz, namussuz, Mehriban Əliyevə əxlaqsız deyən insanlar bugün vəzifələrdədir. Bunu tutun da Dövlət Təhlükəsizlik Xidməti. Demişik də, deyirik də. Onlar qalıb bir tərəfdə gedib bir Fərid, nə bilim, Fərman Salmanovun oğlunu, Fərid Salmanovu tutub gətirirsiniz və yaxud da digərlərini. Bu nə deməkdir? Mən demirəm, ola bilsə Dövlət Təhlükəsizlik Xidməti məndən də yaxşı bilir. Amma buradakıları niyə tutmursunuz? Məmuru burada niyə tutmursunuz? Ziyalını niyə danışdırmırsınız ki, ay ziyalı, nə olubdu sənə? Aparat rəhbəri deyir ki, Mehriban Əliyev əxlaqsızdır, şərəfsizdir, ləyaqətsizdir, namussuzdur. Siz onu tutmursunuz. Niyə? Bu da prezidentin ailəsində şər böhtandır da. Bax, budur, xoruzun quyruğu burada görünür Dövlət Təhlükəsizlik Xidməti. Necə olur ki, Fövqəladə Hallar Nazirliyi insanları təngə gətirib. Təngə gətirib. Girir qapıda, artıq qapı-qapı girir, pul istəyirlər. Sənin Fövqəladə Hallar Nazirliyin girir, qapı-qapı pul istəyir ki, nə var, nə var? Kəmələddin Heydərovun oğluna 1 milyon atıblar. O pul düzəlməlidir. Belə çıxır da. Sığorta adından gəlir, qapı-qapı, qeyri-yaşayış sahələri var, mağazalar var, obyektlər var. Güyolar sığorta eləyir. Allah qoymasa özü də prezidentin adından istifadə eləyirlər. Nə var, nə var? Kəmələddin Heydərovun oğlunun 1 milyonu atıblar. Bunu demirsiniz. Bunu Dövlət Təhlükəsizlik Xidməti görmür. Bunu aidiyyatı qurumlar görmür. Bəsdirin, bu prezidenti bu qədər alçaltmayın. Sizdən rica edirəm, sizə yalvarıram. Belə gözəl prezident tapmayacaqsınız. Alçaltmayın bunu. Bunun ailəsini bu qədər alçaltmayın. Xahiş edirəm sizdən. Nədir bu? Bu nə şərəfsizlikdir? Bu nə uğraşlıqdır götürübdür boyunlarına? Bu belə şey olar. Ən çox burada xalqı üzən bir məqam var. Şantajdır, söyüşdür. Bunları biznesə çevirmişsiniz. Bunlar biznesə çevrilibdir. Filan kəs Avropada onu susturmaq lazımdır. 1 milyon pul büdcədən götürmək lazımdır və yaxud da prezidentdən almaq lazımdır. Birisi. Bu yaxınlarda hələ Yeni Çağdaş saytının baş redaktoru. Neydi onun adı? Mətbuat Şurasının da üzvüdür. Aqil Ələsgər. ATƏT-dəki çıxışını gördünüzmü siz? Bunu ora göndərənin Allah evini yıxsın. Bunu ora göndərənin Allah gözünü töysün. Adam mı tapmadınız? Adam mı? Bax, bu nə deməkdir? Azərbaycanı Avropada gedib təmsil eləyənə bax. İndi bu qalsın o tərəfə. Onun çıxışlarının altına yazır ki, prezident belə, prezident elə. Prezident neynəsin? Prezident neynəməlidir? Ciddi tədbir görməlidir. Və içəridəki satqınları, o şərəfsiz satqınlar hansı ki bugün vəzifədədir, onları rədd etmək lazımdır. İranda görürsünüz nə qədər satqınlar çıxdı. Buradakı satqınlar dat tutublar mənə. Nədir səndə? Adı nədir? Prezidentin ailəsini şantaj edən Fərid Salmanovu tutublar. Hansı ki, qapı bağlanıb, həmin şəkillərə baxıblar. Bundan sonra Fərid Salmanov tutubdu, özü də istintaqını da aparır, nədir səndə? Mirşahin. Mirşahin aparır. Və tirajlanır da. Bu hörmətsizlikdir, ölkə rəhbərinə qarşı hörmətsizlikdir. Bu Ali Baş Komandana, bu Mehriban Əliyevaya qarşı hörmətsizlikdir. Siz neynəmək istəyirsiniz, dövlət rəsmiləri? Bununla nə olur ki, bununla necə belə olmaz, bu cür olmaz. Əgər istəyirsinizsə, ölkə rəhbərinə hörmət eləmək istəyirsinizsə, hər hansı evlatlarınızın birindən keçin, 10 nəfər, 10 dənə nazir, demirsiniz, sizi prezident təyin edibdir. 10 nazir oğlundan keçsin, o milyonları oğurladan oğlundan keçsin, şəhid eləsin prezidentin yolunda. Gəlsin desin ki, cənab prezident, bizim də evimizdə şəhid var, sənin yolunda şəhid elədi. Getdi Almaniyada, özünü şəhid elədi, partlatdı bir nəfər, sənə qarşı əxlaqsız hərəkət edən bir nəfər şəxsi öldürdü və yaxud da 5 nəfəri öldürdü. Eləyin də. Siz də bir kasıbların, o şəhidlərin ruhuna hörmət eləyin onda. Elə bilmirsinizsə. Pulunuzdan keçin. Necə yəni?
Prezidentin ailəsi təhqir olunur. Siz susursuz. Siz susursuz. Hələ susmaq yana yanıq da verirsiniz. Yanıq da verirsiniz, özünüz də bir tərəfdən. Ayıb olsun. Şəxsən ayıb olsun. Kim o düz yolda deyilsə ona ayıb olsun. Mənim başqa sözüm yoxdur.